Hələ də qıtlıq içindəyəm. Allahım mənə bunu ver deyə yalvarırsan. Hər gün arzunu xəyal edib, səhər oyananda yenə eyni boşluğa düşürsən. Çünki sən sadəcə vizualizasiya edirsən. O vəziyyəti içdən yaşamırsan. O vəziyyətin içinə düşmürsən. Sən artıq hansısa təklifi almış kimi, artıq o toyu planlaşdıran kimi, hər şey baş vermiş kimi davranmırsan. Nə qədər çox məndə var halında qalsan, arzu bir o qədər tez həyata keçir. O hal bilsən necə hiss olunur? Məndə artıq var, pulum var, evim var, maşınım var, istədiyim ölkəyə köç etmişəm. Hissi necə hiss olunur? Təşviş yoxdur, içində dərin sakitlik var. Sanki nəhayət dərindən nəfəs alırsan və deyirsən, şükürlər olsun, əzabım bitdi. Artıq istədiyimə nail olmuşam, artıq məndədir. Bugün uşaqlıq oyununu dayandır. Bir dəftər götür və yaz. Bir dəftər götür, özünü o məndə artıq var nöqtəsinə qoy və yaz. Bədənində nə baş verir? Hansı rahatlıqdır? Nə hiss edirsən? İnsanların 99%-i arzu ilə yaşayır. Çünki onlar hələ də istəyən pozisiyasındadılar, mövqeyindədirlər. Allah, kainat, gələcəyi yox, indiki daxili vəziyyəti reallığa çevirir, həyata keçirdir. Vizualizasiya azdır, bəzi insanlar çoxlu vizualizasiya edir, meditasiya edir. Amma bu çox azdır. Vizualizasiya, meditasiya işləyir, amma çox azdır. Əsas olan o halın fiziki və emosional hissidir. Yəni fiziki olaraq hiss etmək, emosional olaraq onu hiss eləməlisiniz bədəninizdə. Yəni vizualizasiya, meditasiya edirsiniz, çıxırsınız, köhnə siz olursunuz, köhnə hissləri yaşayırsınız. Yəni bu işləmir. Dəftər götür və yaz. Nə yazacaqsan? Özünü, arzunun artıq reallaşdığı ana qoyursan. Həmin saniyə bədəndə nə baş verir? Yəni hissləri anla. Bədəndə nə baş verir? Bu qışqırıq ola bilər, sevinç qışqırığı, coşqu ola bilər. Dərindən rahatlanıb deyə bilərsiniz ki, nəhayət ki bu baş verdi, bu məndə var və s. Nəhayət, şükürlər olsun ki, mən buna çatdım, bu məndə var, mən bu həyatı yaşayıram. Bu hissləri köçürdün kağız üzərinə, hiss edin. Bu yüngüllük və məmnunluq hissində nə qədər çox qalsanız, reallıq, həyatınız bir o qədər sürətlə dəyişəcək. Əsas odur ki, o köhnə istəyən mövqeyini buraxmalısan. Yalvaran, arzunu dilənən mövqeyindən çıxmalısınız. Köhnə istəyən rolunu burax. Sən artıq o insansan ki, hansı ki istəyibə çatmısan.